May ayın 30'udur. Ağaçda hələ nar var. Bəli. Biz amma nar yeyirik. Elədir, var. Bizim narlar durur da may ayına qədər durur. Yəni saxlanma şəraitinə görə indiyə qədər qalır. İndi cəmaət alça yeyir də. Müəllimin dediyinə görə bu kənddə həqiqətən də varlı insanlar da çoxdur. Çoxdur, çox. Xaricdə yaşayan iş adamları da çoxdur bu kənddə. Amma müəllimin dediyinə görə deyir ki, müəllim, bəli, bu kənddə məsələn varlı kasıb söhbəti yoxdur. Toylar hamısı standart olur. Varlı da eyni toy eləyir, kasıb da eyni toy eləyir. Mən cavanlığım sempatisini alır. Bunlar fabrikdən alınır yumurtaları. Halı yumurtalardır. Bunların yumurtası 1 manat 10 qəpiyə alınır. Alınır, vurulur bunlar. Bunlar gündəlik xeyir verən, gündəlik yumurta verən sortlar. Yumurta aktivliyi çoxdur bunların. Çünki bura bir böyük ormandır. Türk dilində deyirik də. Ormanın aslanı ilə, canavarı ilə, pələnci ilə yanaşında çaqqal tülküsü də olur içində. Çünki ormanda axı. Bu çaqqal tülkü və ağsaqqal eşitməyəndə o xoşbəxt olmuyor. Bugün bizim kəndimiz verilişi Kürdəmirin böyük kəndlərindən biri olan Sığırı kəndinə çəkilir. Gedək görək kənddə vəziyyət necədir, insanların gündəlik həyatı necə keçir. Get. Həsən ağa müəllim, xoş gördük sizi Sığırı kəndində. Xoşunuz olsun, xoş gəlmisiniz Sığırı kəndinə. Çox sağ olun. Aldığım məlumata görə bura Kürdəmirin ən böyük kəndlərindən biridir. Bəli. Bəlkə də kəndidir. Kürdəmir rayonunun ən böyük kəndlərindən biridir Sığırlı kəndi. 8000 hadisə 150 nəfərdir. Əhali əsasən deməli narçılıqla məşğuldur. Bostan məhsulları əkirlər, taxıl becərirlər. Kəndin özü də bir neçə məhəlləyə bölünür. Hər məhəllənin də deməli özünün ağsaqqalların adına qoyulub. Məsəl üçün Şamlı məhəlləsi var. Həsənli məhəlləsi var, Atabəyli məhəlləsi var. Cəlilli məhəlləsi var. Hələ də o adlarla gedir məhəllələr. Bəli. Hələ də o adlarla gedir. Deməli hər məhəllənin özünə görə də deməli ağsaqqalları var. Lazım olanda xeyirdə, şərdə yol göstərənləri var. Sığırı kəndində səhər saat 11-dir və eşidirsiniz də toy sədaları səsi gəlir. Deməli bu kənddə toy saat 11-dən başlayır. Salam Məhmet, xoş gördük. Xoş gəlmisiniz. Mənim saat 11-dir. 11-də nə toy? Bizim toylar 11-dən başlayır. Həm də genişdir bizim toy. Kənd toyudur bu. Bütün qonaqları qəbul edir. Geniş toy saat 11-dən başlayır. Demək olar ki, kəndin hamısı toylarımızda şaşırır. Biz bir mehriban toylarımızda şaşırırıq. İndi sizə göstərəcəm hansı yeməkləri veririk. Deməli bizim bugünkü gün xoş təsadüflə gəlir. Bizdə bir yemək var, indi o göstərəcəm. O Ukrayna şiisi deyirlər, borçdur da Ukrayna. Boş, sizin kənddə də var borç. Sığırlı borçu Azərbaycanda çoxdur. Kənar qonaqlarımız gələndə başqa yemək istəmirlər. Buradan. Deməli Bakıda küftə var, sizdə də Bakıda küftə, sizdə də borç. Bəli. Bütün yemək. Salam Məhmet, xoş gördük. Neçə nəfər qonaq gələcək bugün? Bugün ən azı 300 nəfər. Ən azı. Qadınsız qadınlarımızla 600-700 nəfər. Kişi 300 nəfər gələcək. Kişi 300 nəfər gələcək. Bizdə kişi ilə qadınlar ayrı-ayrı otururlar. Deməli, az tamaşaçılar bugün müəllimin 300 dənə qonağı gələcək bura. Azınla 300 nəfər. Salam aleyküm. Salam aleyküm. Keç. Boşsan. Ha, Allah köməyin olsun. Mən bilmirəm. Allah köməyin olsun. Nətər Başda qadarım. Sağ ol qodarım. Salamatçılıqdır, yaxşı olsun. Allah sənə ömür versin. Nə yaxşı varsan. Ha, sağ ol. Şöyle Sağ ol.
Üstünə başıma bir əl gəldir, Allah köməyini. Əllərim Başım böyrələrim də var. Hə, böyrələrim də biraz Yaxşı oldu. Allah köməyini olsun. Mən 50 ildir işləyirəm. Allah ömür versin. Çoxdan da işləyirəm, buradayım. Yaxşı sənətkarsan, əllərin var olsun həmişə. Kətdə hər yerdə məni tanıyırlar. Bu zonada. İşləyirəm. Əllərin var olsun. Öz zəhmətimlə də çörəyimi qazanıram. Əllərin var olsun. Allah cəmaata bərəkət versin. Amin. Can sağlığı. Allah hökumətimizi saxlasın. Amin. Sağ olsun. Gözəl sənətdir, amma işləyən lazımdır. Əllərin, yolların var olsun. Gözəl də sənətkarsan, Allah köməyin olsun. 50 il belə astrok döyür. 50 ildir, 50. Gücün ömürdür, Allah ömür versin. Sağ olun. Sağ olun. Yaşamaq 1800 hardasa 20-ci illə 30-cu il arasında kənd şəklində bura yaşayış Formalaşıb. başlayıb. Deməli müəllim, sizin bu Bağırlı kəndi ilə əlaqəniz, Bağırlı kəndi var ya əlaqə? O sadəcə addır. Kürdəmirdə deyirlər Sığırlı, Şamaxıda Bağırlı, Göyçayda Bığırlı. Bu Heç bir elə belə əlaqəsi anekdot səviyyəsindədir. Biz Şamaxıda çıxırdı yurtdan köçməyə bir kəndləri. Ona görə əlaqəmiz döndü. Onlar da Şamaxı kəndləridir. Biz də Şamaxının kəndində olmuşuq. Elə belə qonşu kənd kimi mehribançılıqları olub. Müəllim, bu Çuxur yurtda indi sizin o qohum əqrəbələrdən qalanlar var əvvəldən, kötüklərdən. Yəni tək-tək Şamaxının özündə qalan var, tək-tək. Onlar da evlatları da köçüb başqa-başqa şəhərlərə ediblər. Yəni son 30 ildə demək, 40 ildə demək olar ki, qalmayıb. Əlaqəmiz tam Şamaxı ilə kəsilib, demək olar ki. Qız verib qız almışıq, indi də var, amma belə ağsaqqallarımızdan, məsələn, nəsildən bir nəsil qalsın orada qalmayıb. Onda sığırı sözün mənası, onda heyvandarlığına əlaqəlidir. Sığırı sözünün mənası çox gözəl görürlər. Məsələn, burada bizim dəmir yol vazqalımız var. 1895-ci ildə tikilib. Dəmir yol buradan 1895-ci ildə keçib. Ondan sonra daha çox yaşayış başlayıb bura. O Şamaxıda qalan da, qışlağımızda qalanlar da dəmir yol düşəndən sonra köçüb. Orada yazılmışdır. 17-ci ildə 1997-ci ildə o vazqalı dəyişdilər. Geniş təmirə gedəndə yuxarı 2 mərtəbəsi var. Orada söz var idi daşın üstündə 95-ci ildə. Sığırı yazmamışdı, Sakiri yazılmışdı. Niyə görə? Çünki Sakarlardan belə çıxır ki, dönmə. Əzəl Cəfərzadənin bir kitabında orada bir yerdə qeyd edilir ki, Sakar tayfalarına, Sakarlardan köçmədi. Tarix qədimə gedir. Hə, çox qədimi, Sığırın tayfası qədimi. Bizim buranın tarixi qədimidir. Bizdə Qaratəpə deyilən yeri var. Azərbaycan tarixi yaşayış məskəni. Yəni onun altında 7-8-ci əsrə aiddir. Həsən ağa müəllim, baxıram ki, burada dəmir yolu stansiyası da var. Bu hal-hazırda fəaliyyət göstərir stansiya. Fəaliyyəti budur ki, yəni bizdə növbətçimiz olur. Amma yəni qatarlar dayanmır bu stansiyada. O dairədə fəaliyyətini dayandırıb. Amma belə yəni qədimi tikintidir bu. 1895-ci ildə tikilib bu stansiya. Bəli. O vaxtdan deməli fəaliyyət göstərib. Həsən ağa müəllim, Həsən ağa müəllim, deməli bu kənd dəmir yolu stansiyası yanında yerləşməyi kəndin inkişafına daha da töhfə verir. Bəli, əlbəttə ki. İndi Həsən ağa müəllim, dəmir yolu stansiyası burada. bəli.
Bura hal-hazırda fəaliyyət göstərir. Fəaliyyəti budur ki, yəni qatarlar burada dayanmır. Əvvələn hardasa bir 10 il bundan qabaq dayanırdı. Qonşu kəndlərdən də gəlirlərdi burada Bakıya getmək üçün, Gəncəyə İndi bilirik də artıq sürət qatarları Kürdəmirdə dayanır. Bəli, Kürdəmir qatarı qoyulub. Hə, çox yaxşı. Bunlar nə idi? Köhnədən qalandı bunlar. Deməli, qatar gələndə, məsəl üçün, Bakı İcevan poyuzu var idi. Bəli. Bakı İcevan qatarı gələndə bunu çalırlardı. Ki, yəni cəmaət bilsin ki, qatar yaxınlaşır. Deməli, bu hələ də Bəli, hə. Səfəçaçılar, stansiyalar, bu stansiyanın təxmini neçə yaşı olar? 1895-ci ildə inşa olunub. Deməli, gör neçə əsrdir də artıq bu. Hardasa 150 ilə yaxında, 140. Sürət qatardır. Hə. Deməli, bir də buradan çəkək. Həsən ağa müəllim, burada zəng görürük. Bəli. Bunun mənası nə idi burada? Bunun mənası budur ki, o vaxt deməli, burada sərnişin qatarları dayanırdı. Yəni, dayanacaq idi bura. Qıraq kətlərdən, nə bilim, bizim özümüzün kətlərimizdən gələndə, qatar yaxınlaşanda, hardasa məsəl üçün qonşu stansiyada olanda, Padarda məsəl üçün olanda, yaxud Karlarda olanda, bunu burada növbətçi olurdu. Növbətçi çalır, indi də var növbətçi. Çalırdı ki, yəni qatar yaxınlaşır. Bəli. Hazırlaşın. Siqnal verirdi. Bəli, siqnal verirdi. Bu qorunub saxlanır. Bunun yaşı nə qədər olar? Bu da valə ilə o vaxtdan qoyulub da. Elə gözünüzü açıb burada görmüsünüz. Gözümüzü açıb burada görmüşəm. Mən belə bağırınca bir 70-80 il olar. Olar, çoxdur ki, azdır. Həqiqətən də bunun bir dənə səsinə qulaq asın, zəhmət olmasa. Nostaljidir da. Bəli, Həqiqətən də qorunub saxlanmaq çox gözəl bir hissə. Əlbəttə ki, bəs nə? Burada gəldikdə, burada bina deyirsiniz ki, bir əsrdən artıqdır da yaşı. Bəli, əsrdən də çox. Bunun da üstünə naxışlardan görürük ki, həqiqətən də burada sənət əsəridir demək olar ki, bu naxışlar. Xüsusi naxışlardan istifadə olunub burada. Bəli. İndi zaman-zaman deməli o görkəmi saxlayıb da, az da olsa saxlayıb. Bəli, saxlayıb. Amma burada da necə də elə nostalji var, o keçmişin hissləri var burada. Bəli. Həqiqətən də belə binalar qorunmalıdır. Hələ bunun üstü dəyişilib, sonradan biraz dəyişildi. Amma bunlar qədimi tikilidir də. Bunlar məsələn sonradan, bunlar sonradan qoyulub. Amma bunlar özünə. Bəli, o naxışlar öz naxışlardır. Əvvəldən tikilənlərdir bunlar. Şimdi əvvəldən tikilsin. Deməli, burada stansiyanın olmağı, dəmir yol stansiyasının olmağı kənd üçündə əlverişli olub və kəndin inkişafında mühüm rol oynayıb ki, stansiyada dəmir yolun üstündə yerləşib ki. Məhsullarını aparırlardı, məsəl üçün, paytaxtda satmağa, yaxud Gəncəyə aparırlardı satmağa, Tbilisi şəhərinə aparırlardı. Deməli, bir kənd fikirləşin ki, bu kənddən demək, xarici dövlətlərə gedirlərmiş. Buradan gəlinlərmiş, gedirlərmiş. Düzdür, stansiyadan. Təsəvvür elə ki, gəlirsən, kənddən çıxırsan, necə deyirlər, çamadanını götürürsən, evdən çıxırsan, gəlirsən, minirsən qatara, gedirsən Tiflisə. Bizdə bilet də satılırdı burada. Hətta qatara biletlər də satılırdı burada. O dərəcədə inkişafda oldu. Bəli, inkişaf idi. Çox inkişaf. Deməli, Sığırı adı gələndə ya da ilk öncə nar düşür, yəni nar sahələri, nar bağları. Düzdür, adı Göyçayın adı ilə səslənsə də, bizim özümüzdə də yəni çox sayda nar bağları var. Deməli, indi Göyçayda nar əkilir, çox olur nar. Deyirlər ki, nar deyəndə Göyçaya da düşür də, bu məlum məsələdir. Elədir. Bizdə necədir? Çoxdur nar. Bizdə də çoxdur. Bizdə demək olar ki, yəni 700-800 hektar, yəni ərazi 1000 hektar, bəlkə də deyərdim 1000 hektardan da çox, yəni bizim kənddə, yəni həyətlərlə, pay torpaqları ilə bir yerdə nar sahələri var. Yəni gördüyünüz kimi indi hal-hazırda narın ilkin bax görürsüz belə deyək, nar bağlayır da indi. Təzəba indi məsələn bu gün sabah artıq birinci, ikinci dərmanın vaxtıdır. Dərmanlayırıq nar bağlarına dərman. Qulluğu necə olur? Zəhmətlidir işi. Bərbad zəhmət, bəli, zəhmət sevən bitkidir bu. Deməli, bax görürsüz burada da var. Bax ağacların bu hal-hazırda bax beçələrini vururuq, alaq otlarından təmizləyirik nar bağların. İndi məhsula hazırlaşır yəni. Məhsula hazırlananda bəli, indi təzədir. Demək olar ki, bəzi adamlar birinci, bəzi adamlar ikinci. Bax, mən hələ birinci dərmanı vurmamışam. Sabahları ilk birinci dərmanı vuracaq. Belə. Deməli, deyirsiniz ki, zəhmətli işdir, amma bir o qədər də gəlirlidir. Bəli, gəlirlidir. Bura 50 sota yaxın nar sahəsidir. Buradan demək olar ki, 8 ton, 10 ton, bəlkə də artıq yəni nar əldə eləmək olur, bəli. Onun qiymətini neçəyə verirsiniz?
Qiyməti yəni başlayır da 1 manatdan, 1 manat 30 köpükdən 2 manat arası. Baxır yəni qiymət formalaşır da. Ən azı 1 Əsasən harda manatdır. satılır bu nar? Nar elə kəndimizdə yəni yığırlar, yəni xarici ölkələrə yola salırlar, Rusiya, Ukraynaya, bazarlara bəli yola salırlar. Bizim kətdən deyərdim 1000 tonlarla Nar gedir. yəni narlar yəni xarici ölkələrə ixrac olunur. Bəli. Bu da o deməkdir ki, həqiqətən də narda gəliri var. Bəli, var. Zəhmət sevən bitkidir, zəhmət çəksin, əziyyət çəksin. Yəni bu sahədə belə deyək, gəlir var. Cavanlar indi mən bilirəm ki, siz də cavansınız da. Cavanların bu işə necədir, marağı var? Marağı var, əlbəttə marağı var. Çünki bizim kəndin bir 3000 hektara yaxın deyək ki, pay torpaq sahələri var. Bütün pay torpaq sahələrində hamı bu gün əksəriyyət insanlar nar bağı salır. Artıq bir son 5 ildə hamı çevirib kütləvi nar bağı salırlar. Həm dolanışıq üçün, həm gəlirli sahə olduğu üçün bu sahəni seçiblər. Düz kənd özü də zəhmətkeş kənddir. Yəni işgüzar kənddir. Hamı bu bizim kəndin ən əsas belə deyək, məşğuliyyəti narçılıqdır, bağçılıqdır. Narçılıqla məşğuldur bizim kəndimiz. Narınız da dadlı olur da. Dadlıdır, Gülöşə nardır. Bax bizdə həm nazik qabığı da var. Ta qədimdən Gülöşə narı olub da bizim torpaqlarda. Gülöşə nardır. Nazik qabığı da narı var, amma əsasən Gülöşə nardır bizdə. Məlum məsələdir ki, siz bunu əsasən bunlar oktyabr ayında dərilir sizdə. Sentyabr ayından başlayır, oktyabr, noyabr aylarında bizə salafanlar da deyirlər. Yəni o narları avqust ayının başlayırlar. O həmin narların belə deyək də maygülü deyirlər. Yəni böyük narlar. Narın içində yaxşıların seçmə narları o salafana keçirdirlər. Salafana salırlar onları. Onları saxlayırlar artıq noyabr, oktyabr, noyabr aylarında. Bəli. Yəni noyabr axırlarında dərirlər. Onu qışa necə saxlayırsınız ki, o çürümür, qurd düşmür ona? Onu indi biz 5 dəfə, 6 dəfə dərman vururuq bu çəpərə. Bəli. Həyətə dərman vururuq. Artıq onu dərəndə aparırlar evlərdə, evlərin məsələn yeşiklərdə, evlərin altında, hətta padalokda, banda. Bəli. Padalok deyilir biz, banda. O sərirlər bir qat. Elə saxlayırlar. Hə, elə qalır və qiyməti də baha olur da onda. Baha olur, bəli. Bizim nar qalır. Bizim nar çox da gəlin qabıqdır, nazik qabıqdır. Ona görə də bizim narlar çürümür, bəli. Çüründü, yəni tez quruyurdu yenə qabığı. Nar yəni çürümür bizdə. İndi çürüyür də o dərəcədə yox da. Saxlama olur. Hətta mart ayına qədər bax hal-hazırda kətdə nar var. Ha, bu dəqiqə nar var. Bu dəqiqə may ayı. Tapaq olar mı bir dənə? Hə, olar. Bir dənə göstərərdi ya. İndi baxarıq əziz tamaşaçılar, indi müəllim dedi ki, tapaq olar. Artıq may ayıdır, amma deyir ki, qardaş deyir ki, Sığırda nar var. İndi onları biz tapsaq birini göstərəcəyik sizə də ki, həqiqətən may ayında Kürdəmirdə nar olur. May ayının 30'udur hal-hazırda. Bugün may ayının 30'udur. Burada deməli yeni nar yetişir. Burada isə keçən ildən qalan nar. May ayında nar, Kürdəmirdə nar. Həqiqətən də bu da deməkdir ki, bizim torpaqlar həqiqətən də bərəkətli torpaqlardır ki, burada narı ilin bütün mövsümdə tapmaq olur. Deməli qardaş, may ayının 30'udur. Ağaçda hələ nar var. Bəli. Biz amma nar yeyirik. Elədir, var. Bizim narlar durur da may ayına qədər durur. Yəni saxlanma şəraitinə görə indiyə qədər qalır. İndi cəmaət alça yeyir də. Elədir. Biz nar yeyirik. Amma oğul lazım ki, nar yesən. Oğul lazım ki, may ayında alça yox, nar yesən, onu da biz yeyirik. Dadı itməyib ha, qəşəng dadı var ha. Səninki necədir? Yaxşıdır, yaxşıdır. Həqiqətən də tamaşaçılar şirinliyi də odur, qəşəng şirinliyi var. Kimə bir dənə yaxından götür, zəhmət olmasa. Həqiqətən də deyərlər ki, çürüyüb, amma may ayının 30'unda Kürdəmirdə nar var. Biz may ayında alça yemirik, nar yeyirik. 120 borç var. Arısı 400'e yakın üst kazanda o borç var. Dediğim sığır borcu budur. Budur. 14 cür içerisine müəyyən şeyler katılır. Amma deyirlər bunun xərci çox da ha, yeməyin. Biz xərcə baxmırıq. Yox, deyirlər borç məsələn asan gəlir. Qonağımızı xoş yola salmağa baxırıq. O qədər çoxdur, orta səviyyədədir, çoxdur. Ya bax, kənardan baxana bax, elə gəlir, çoxdur, o qədər çox. Həm də itkiyə yol getmir. Ondan başqa nə yeməklər versin müəllim? Qara yeməklər az. Hə, bu nədir? Bığlamadır bu, bastırma. Bastırma deyirik. Bu dana ətindən olur da. Danadan da qoyulur, qoyun ətindən də olur. Bu dana ətindəndir.
Maşallah. Özümüzün şəxsi danan bax, heyvanlarımızı görsən. Deməli toya öz heyvanınızı kəsirsiniz. Bəli. Yoxdursa qovumdan, əmdən, dayıdan, Tapırsınız. xaladan. Əziz tamaşaçılar, kənd toylarının ən birinci özəlliyi odur ki, burada təmiz ət yeyirsiniz, Bəli, təmiz bəli. məhsullardan istifadə edirsiniz. Bəli. Şəhərdə var o təmiz məhsullar. Mən Toylarda. inanmıram. Bu inanmıram. Bu da hələ həmçinin Baba qoyun ətidir. bu qoyun ətidir. Qoyun nə mal? Kifayət qədər çox yeməyiniz var. Bax, bu bambaşqa cür yeməkdir. Bu nədir müəllim? Buğlamadır bu yoxsa? Yox, yox. Burada acı biber də var. Hə, soyutma kimidir bu. Çox ləzzətli. Mövsüm yeməyidir da. Burada tərvəzə var. Ancaq mövsüm. Əsl demək olar ki, yay yeməyidir bu. Hə, yay yeməklər. Deməli həm qış əziz tamaşaçılar burada həm qış yeməyi var. Boş, həm də yay mövsüm yeməkləri var. Hə. Hepsinə. Bu küftəmiz də var. Ha, küftə də verirsiniz. Hə, küftəni də. Küftənanı küftə. Küftə ya. Baba, Deməli bu da bozbaşdır. Bu da mal ətindəndir. Bəli, bəli, mal. Bu da mal ətindən. Mal ətindən. Əziz tamaşaçılar burada kifayət qədər yeməklər çoxdur. Mal ətindən də Mal istifadə ətindən daha edirsiniz. üstünlük veririk. Qoyun əti də veririk, kebab kimi. Maşallah ha. Bu da Küftə bozbaş. Küftə bozbaş. O ayrı-ayrıdır, küftəsi də oradadır. Bax. Amma aran zonası yeməkləri çox fərqlidir. Kürdəmirin yeməyi, ətin dadı tam başqa cür olur. Bir Düzdür? şey deyim, Kürdəmirin yeməkləri, ətləri, sığırının əti məsələn Kürdəmirin ətindən dadlı. Onun da səbəbi nədir? Yovşan yediyinə görə duzlu, duzsuz xörək dadsız olur. Bəli. O bizim ətin özündə təbii duzluq var. Həm toyuq ətimiz, həm mal, qoyun ətlərimiz başqa yerlərin ətlərindən dadlıdır. Onun üçün yeməklərimiz də dadlı çıxır. Həmçinin Kürdəmirdə isti var da, isti də müsbət təsir eləyir də. İsti olan Mutlaq yerdə hər bölüşlər şey şalvar. ləzzətli olur, dadlı olur. Bura küftə bozbaş. Hə. Əziz tamaşaçılar görürsünüz də burada maşallah nə qədər yeməklər bişir. Nerede vurulmuşuz? Bura küftə bozbaşdır. Həqiqətən də bizim kəndlərimiz zəngindir, həmişə qonaqlı qaralı olub. Həmişə bizdə toy mədəniyyəti tam başqa olub. Düzdür müəllim? Bambaşqadır, bambaşqa toy mədəniyyəti var. Bir gün əvvəl də ciyər axşamımız olur. Yəni bunun kimi də demək bu qaydada da olmasa biraz aşağı səviyyədə ciyər axşamımız olur. Bütün qonşular, qohumlar, yaxınlar. Ciyər axşamı hələ də olur da sizdə. Həmişə. Məsləhət axşamı, toy axşamı deyirlər ona. Siz onlar başqa yerlərdə toy axşamı deyir, biz ciyər axşamı deyirik o sizə. Amma adı ciyər axşamıdır, o da başqa. Adı ciyər axşamında ancaq orada sort yeməklər verilir. Bir də iki gündən, 3 gündən sonra əsas böyük toylarda olur. Gəlini, bəyi ortalığa sarmaq. O daha güclü olur, daha iyi. Onda demək olar ki, bir həftəyə yaxın toy gedir Hə, sizə. bir həftə toydan əvvəl olur qonşularla, bir həftə də toydan sonra. 10-cu gün çəkir bizim. Deməli o köhnə deyirlər 40 gün 40 gecə toy olur. Yox. Həmən Yox, biz dədə-baba adətimizdən kənara çıxmırıq. 2 həftə toy olur Sığırı kəndində əziz tamaşaçılar. Həm toyumuzda, həm də heç kimə qismət olmasın, başqa şeylərimizdə də ata, anam, babamız nə qoyursa o yolunu edirik. Heç bir şeyə Adətənlər hələ də davam edir. əlavə şeylər qatmırıq. Bir də kebablarımız var da. Hə, bir də onu da baxa var. Kebablarımız var. İndi kebablar indidən başlayır, hələ tezdir da. İsti verməyə görə kebablarımız var. Bu da lülə kebabdır. Lülə kebabı da var, tişə kebabı da var, pomidor kebabı da olacaq, biber kebabı da olacaq, kartof kebabı da. Yəni sonra toyuq. Deməli müəllim, sizin kənd ağzın dadını bilən kənddir. Hamımız bir-birimizə eyni səviyyədə, biz kimsə birindən üstün eləmirik. O şərait yaratmırıq. Bəli. Ki kimsə bilməsin. Hamısı bir səviyyədə olur. Hə, bir səviyyədə. Ola bilər kimsə kimlənsə varlıdır, amma toyda əsasən üzrdə o yol vermirik, bir də toyda. Əziz tamaşaçılar, müəllimin dediyinə görə bu kənddə həqiqətən də varlı insanlar da çoxdur. Çoxdur, çox. Xaricdə yaşayan iş adamları da çoxdur bu kənddə. Amma müəllimin dediyinə görə deyir ki, müəllim, bəli, bu kənddə məsələn varlı kasıb söhbəti yoxdur. Toylar hamısı standart olur. Varlı da eyni toy eləyir, kasıb da eyni toy eləyir. Eyni səviyyədə. Bu da gözəl bir amildir da müəllim. Kimisə biz o Gözəl adət-ənənədir. o evladına toy eləyir, onu hardasa biz onu pərt eləmək istəmirik, eləmirik. Hamımız eyni səviyyədə hərəkət eləyirik. Deməli o da lülə verir, kasıb da lülə verir, varlı da lülə verir. Bəli, bəli. Toyda kasıb Gözəl bir adətdir, əziz tamaşaçılar. Fərq olmur. Əsasən fərqi biz şəhər toylarında çox görürük. o stul qiyməti var orada. Bəli. Bizdə elə şey yoxdur. Biz o stulumuz Yemək sərbəst. Sərbəst, eyni şey. Birdən bizdə hamısı təzə-təzədir. Bir də müəllim, sizdə toya nə qədər elə bir ki,
pul yazdırırlar? O baxır- Minimum neçədən başlayır? 1050 manatdan. 50 manatdan. Hə. Standartdır. Standart o restoran haqqı vermir, yer haqqı vermir, usul haqqı vermir. Hamısını 2005-də, 2006-da, 2007-də. Məsələn, orada daha onda biraz insanlar biraz kasıbçılıqdan təzə çıxmışdı da yeni müstəqil ölkə biraz qorxaq hərəkət edirdilər. Yeməyi də az verirdilər, atma da az idi. Amma son məsələn 2005-dən, 2003-dən, 2002-dən sonra 2002-dən sonra artıq geniş də bizim toylarda kimsə əlavə məsəl desən yemək gətirin, az oldu falan elə şey yox. Elə normal götürülür ki, hamıya bəs eləyir. həmiyə bəs eləyir. Əldə artıq da qalır. Yəni mədəniyyəti o qurulub o, toy mədəniyyəti var. Toyun özünün xüsusi şeyidir, toy mədəniyyəti var. Toy mədəniyyəti qoruyuruq biz hər həyətdə. Əziz tamaşaçılar, deməli Sığırlı kəndində bugün gözəl bir toya gəldik. Kəndi gəzirdik, saat 11 oldu, musiqi sədaları eşitdik. Dedik 11-də nə musiqi, dedilər toydur. Bəli. Və gəldi şahidi oldu ki, həqiqətən də Sığırlıda toylar saat 11-dən başlayır. Onun səbəbini də deyim mən Buyur. sən niyə 11-də? Çünki 12-dən önce qonaqlar gələcək. Yaxın adamlarımız, özümüzün bacımız, anamız, gəlinimiz, nəvəmiz o bir saatı özləri şənlənsinlər. 12-dən sonra ancaq onlar qonaqların xidmətində olacaq. Düz saat 5-ə 6-ya çıxır. Deməli, qadınlar əvvəlcədən Bəli. toy eləyir, sonra kişilər eləyir. Bəli, bəli. Çox maraqlı adətləri var. Sığırlı kəndi. Hə. Heç nə, burada da kebab bişir, Hə. qonaqlar gəlir, musiqiçilər orada mahnılarını ifa eləyir. Sığırlı kəndi çox maraqlı kənddir. İzləmədə qalın. Musiqiçilər də öz kəndimizdən hamısı. Bəli. Öz kəndimizdən. Söz. Coverlərimiz də özümüzündür, heyvanlar da özümüzündür. Hər şey. Toyuğumuz da, toyuq əti də özümüzündür. Demək, kətçi onda kətçi olur da, hər şeyi özünki olur. Bəli, bəli. Kətçinin toyuğu olmalıdır, inəyi olmalıdır, qoyunu olmalıdır, qazı olmalıdır, ördəyi olmalıdır. Gecə qonşu qonaq gəlibsən, Deməli, market toyuq ini olur ki, oradan bir xoruz kəssin. O şəhər adamısın da, biz üçündür. Biz üçün toyuq inidir. Gedib xoruzu kəs, qonağı yolar. Şəhərli gəlib o elə marketdən alıb yer də. Şəhərli gəlib o toyuq, kənd toyuğu lazımdır, kənd yumurta. Eşitdik ki, bu kənddə 95 yaşlı Alcan baba var. Dedi ki, Sığırlı kəndə gəlmişiksə 95 yaşlı Alcan babanı çəkək. İndi gəlmiş Alcan babanın evinə. Alcan babanla söhbət edəcəyik. Görək Alcan babanın səhhəti necədir və bizə nə danışacaq. İzləmədə qalın. Allah canınızı saxlasın, Allah köməyiniz olsun. Kasıt olan olur. 500 manat da inşallah. Çox başımızdan aşıb daşımaq yox. Normada, hər rəngdə. O təzyiq olmasa dərman. Çox zəhmətkeş adam olub. Günün bugünkü elə bir adam olmuş. Elə paratkada adamam ki, mən 61-ci ildən cəmaata nə razı salam. Narbağlar 61-ci ildən. Deməli şaxtalar nəticəsində 2009-cu ildə, 2009-cu ildə, 2017-ci ildə burada şaxtalar, güclü şaxtalar oldu. Bunlar bağları məhv elədi. Təzədən keçən ilə yenə həmin bağların yerində bağ salıb. Bu günlər özü o bağın içində gedib hərəkət eləməsə, bu günləri səhər saat 7-də duruyorsan, bağın içində hərəkət eləməsə, həmən gülü itirmiş sayır. Bu günləri. Gedib bağın içində hərlənir. Bir dəqiqə. Bağın içində o bağ zəifdir, bu bağa maflan dərman bağıdır. Məsləhətdən verir. Ağır olmayan qutarmır. Orta məktəbi qutarmır. Yarımçı qutarır. Təcrübəsi var da. Həm təcrübəsi var, həm də çox meyilli adamdır. Elektrik üzü işləyib özü. Sexlərdə, dəyirmanda, dəmir yolunda elektrik işləyib. Elektrik. Tokdan yatdan yaxşı başı çıxandır. Bir də ki, bunlar bu bağları, yatları peyvənd eləmək üçün bu kənddə bilməyən adamları örgədik bu. Uşaqlığından o qədər bağlar salıb ki, hansının cır meyvələrə peyvənd meyvələr salıyır. Saraqlar salıb. Bir də çöldə təsərrüfatımız var, baş təsərrüfatımız var. Allah icra başımızın canı sağlasın. Bu yaxında mən onun qəbrində oldum, icranın qəbrində oldum.
su ilə bağlı bizim problemimiz var. Eşən müəllimim. Bəli. Deməli, Kərrar qəsəbəsində bizim sumuz oradan gəlir. Sumuz. Kənd hamısı suyu oradan görür. Yəni, buradan aşağı 480 hektar sahə var. Kəndin qabağının, asfaltın özündə. Bəli. O sumuz bizim Kərrardan gəlir. Deməli, Ərəmehdi bəri kanalı ilə gəlir, Kərrar kəndindən Girdimanın üstünə keçir bəri. Həmən o Girdimanın üstünə keçən durba Rus dövrünə salan durba idi, qalın durba idi. 100 neçəli, 1300-cü durba idi. O qırılıb düşüb Girdimanın içinə, bir sumuz bizim problem yaradır. Ha vaxt Girdimanda lil axır, su axır, nasos vurur, su gəlir. Olmayan vaxtında suda problem yaradır. Sağ olsun icra başçısının bu yaxına qəbulunda oldu bir neçə adamla. Bizə söz verdi ki, may ayının axırlarına kimi hansısa tenterə şirkət gəlib o durbanı bərpa eləyəcək. Həmən durbanı. Biz gözləyirik oradan şirin samoxod öz xodu ilə gəlib su gəlməlidir, bərpa olunmalıdır. Bizim o sumuz gələndən sonra çöldəki təsərrüfatlarımızda, bu həyat yanağımızda İnkişaf eləyəcək. bəli, həm inkişaf eləyəcək, həm də axar sudur, təmiz sudur. Girdimanda su, birazdan sonra Girdimanda su azalanlar, Girdimanda izbura suları qarşılır. O su acız deməklə heç heyvan qara da içmir onu. Hə, yəqin ki, Eşən müəllim deyibsə onu eləyəcək. Söz verdi bizə ki, bu ayın axırınaca hansısa tenteri sizinlə iminlə o birləşdirəcəm, o durbanın təmiri götürmə boyuna. Çox sağ olsun. Sağ olsun. Çox sağ olsun. Haydi. Deyər indi dost var indi. İndiki Dost? zaman dost var. Kuş yoktu. Çötte o dostun tanışım var. Hamı mərsin dostu. Ya ümumiyyətlə var. Ümumiyyətlə. Hamı mənlə dostu deyirlər, dostu. Yaxın adam varsa eşitirsən, eşitməyə görəndə eləyəcək, fəxr edir Allahın dəki. Çarlarda molla var, eşitirsən, axundur. Mənə deyir ki, o səfər, mağazinin qabağında deyir, Alcan əmi, sən 30 il bundan qabaq həmən Alcan görmüşəm axı. Səndə bir bilə dəyişiklik yoxdur axı. Haqqı da. Tərifləm olması 95 yaşım var. Mən cavanlığım sempatism olub. Onu Allah'ın adakı, atam dedi, müharibəyə gəlmir. Eşitirsən, atam vəzifədə olub. Savxoz direktor olub, partkom olub, qalxozda brigadir işləyir, mavin işləyir. İntihası gedib müharibəyə gəlmədi. Gəlmədi Allah'a. 4 dənə uşaq bir ana ilə qaldı. Böyükləri bu olub da. Atası Allah müharibəyə dolandırdı. 18 yaş. Amma çalışdım, dayanmadım. Satılan yer də Şirkət var. materialı, yemlər satılır Bəli. burada. Həqiqətən də bura kənd demək olmaz, bura şəhərdir. Demiyorlar ki, o şəhərdə. Bəli, bəli. Burada çayxanamızdır, bizim çayxanamız. Hə, bu çayxananın biri də buradadır. Bəli. Mən Sığır kəndində birinci dəfə də oldum. Hə. O Bakıya gedəndə keçmişik yoldan, amma burada hal-hazırda kənddə birinci dəfə də oldum. Mən belə təsəvvürləmirdim bu kəndi. Bakı istiqamətinə gedəndə axırıncı kənddir bu. Bəli. Bakıdan gələndə birinci kəndimiz. Bu aptek binamızdır bu. Həkim məntəqəmiz var, şəxsi həkimdir, şəxsi həkim. Bəli. Cəmaata qulluq eləyir. İdman zalımız. Bəli, klinika kimidir bura. Bəli, bəli, bəli. Yatma yoxdur, yəni Bəli. ancaq deməli ambulator müalicədə belə. İdman zalımız, aptekimiz var. İkinci aptekimiz var buradadır. Aptekin biri də buradadır. Həqiqətən də maşallah kəndiniz var. Maşallah, bəli. Bura şəhərdir, kənd deyil. Küçəmiz asfalt, asfalt. Burada xəstəxanamızdır bizim. Özə kəndinizdə yaşıllıq çoxdur, ağaclar çoxdur. Çoxdur. Yaşıllığa çox fikir verilir. Adətən bu yerləri deyirlər ki, burada ağac olmur. Yox. Amma belə baxırsan ki, burada həqiqətən də ağac çoxdur, var, yaşıllıq var. Var qardaş, var. Burada əziz tamaşaçılar nə kimi? Xəstəxana. Burada xəstəxana kimi fəaliyyət göstərir. Ambulatorda kənddə. ambulator. Ambulator. Hə, o köhnə xəstəxanamızdır bizim. Orada deməli xəstələr yatırdı. Buranın yaşı nə qədər olar o köhnə xəstəxananın? Buranın yaşı 100-dən çoxdur. 100-dən çoxdur. Siz necə deyirlər, gözünüzü açıb bunu burada görmüsünüz? Bəli, mən 62 yaşım var. Allah ömür versin sizə. Allah Deməli, kömək kənd əhalisi buradan istifadə eləyir. eləyir. Bəli, həkimimiz var burada. Diş həkimi var. Stomatoloq Can həkimi var, bəli, can həkimi var. Medsestralarımız fəaliyyət göstərirlər. göstərirlər, bəli, əlbəttə. Amma belə baxanda sizin kənd rayonundan çox da aralı məsafədə deyil. 25 kilometrdir rayondan bizim belə- kəndə 25 kilometr. Çox da aralı deyil də, 25 km ən azından İpək yolunun üstündə yerləşir. Bəli, bəli. Yolunuz da var da, gedib gəlmək olur. Ucqar olmamağına baxmayaraq, bu kənddə həqiqətən də necə deyirlər, xəstəxana da var. Bu kənddə stomatoloqlar da var. Var. Apteklər də var. Yəni ki, hər şey bu kəndin içindədir.
Qaytarıq apteki var, idman zalımız var. Rayona getməyə ehtiyac yoxdur. Ehtiyac yoxdur. Ehtiyac yoxdur. Rayona niyə gedirsən ki, hər şey var burada, məktəb var. Bəli. Yəni, Kitabxanamız var. Kitabxana hardadır? Klubumuz var. O kitabxana klub hələ də fəaliyyət göstərir. Göstərir. Sığırı kəndini gəzəcəyik. Həqiqətən də Sığırı kəndi çox maraqlı kənddir. Hələ də gəzməyə davam edirik. Ərazisinə görə, zərəfinə görə Azərbaycanda ən çoxlar bu ərazi hesabına görə Sığırıdan kimi tanınılıb, Kürdəmir yemişin tanınıb, ancaq bu günləri çox əsas narçılıqla məşğuldur. Deməli, Kürdəmir rayon Sığırı kəndində olanlar neçə hektar dediniz müəllim? 5 Yox, ümumi sahəmizdən danışırıq. yox. Bir dəqiqə Əkilən sahə. hansısa 1000 hektardan çox nar sahəmiz var. Deməli, sizin narın özünün keyfiyyəti də başqa cür olur. Nə narıdır? Hansı növ nar yetişdirilir sizə? O bizdə gülövşə nardır əsas. Lap əvvəldən qalan nəsildir də o nar, güleyşən nar. Sonradan da bəzi nar, o şıpırın narlar deyilir. Sonradan son 10-15 ildən sonra. Çünki o elmlə o artıq körtəbi yolda, elmi yolla narın inkişafına, qulluğuna, xidmətinə baxılır. Son 15 ildə, 20 ildə. Bizdə quşçuluq da inkişaf eləyir. Toyuqçuluq da, cüzəsilik də çox güclü inkişaf eləyir. Bizim kənddə 3 dənə cüzə sexləri var. Sığırı kəndi həm də ki, çolpası ilə tanınır. Çünki burada bir daha deyirəm ki, burada insanlar zəhmətkeş olduğuna görə Sığırıda ən çox cüzə saxlanılır, çolpa saxlanılır. İndi hal-hazırda da burada cüzə istehsal müəssisəsindəyik. Gəlmişik bura. Salam əleykum, xoş gördük sizi. Bəli, burada nə fəaliyyət göstərirsiniz? Bizim kəndimiz böyük kənddir. Bəli. Böyük təsərrüfatlarla məşğuldur. Quşçuluq bizim kəndimizdə inkişaf elədiyinə görə bizim kəndimizdə bu inkubatordur. Bu əhalinin yəni damazlıq yumurtalardır, vurulur sexə, burada çıxarılır 21 gündən sonra, paylanılır gənə əhaliyə. Əhali də quşçuluğun inkişafında xidmət göstərir. Rol oynayır. Bəli, yəni bu işlə məşğuluq, dolanlıq, Bizim istehsal gücü nə qədərdir? İstehsal gücü burada belə ki, deməli 18 gündə bunlar burada çalxalanır. 3 gündə bu doğum evinə gəlir. Çıxsa adı vadma olur. Mərhələli şəkildə olur. Mərhələ. 120 min yumurta tutur. 18 gündən bir 120 min yumurta vurulur bura. İl üzlü yox. Yəni mövsümi fəsildir. Fevral, mart, aprel, may ayına qədər işlənilir. Bir də ki, əhalinin qoyuluşuna görə, yumurtanın qoyduğuna görə nə qədər var, evdə tələbat iş görür. Bütün mövsüm boyu bu davam eləyir. Bəli. İl boyu siz burada istehsalına məşğulsunuz. Bəli. Hazır cüzə var, çıxan cüzə var hal-hazırda. Bəli, var. Mayalanır burada hal-hazırda. Bunlar indiki gün bir dəqiqə çıxıblar, sabaha yanı. Da əlimizə götürmək olar. Sabaha yanı bunlar hazır vəziyyətdə damlara atılacaq. Növ sortlardır, yəni əslisi Xalkov adlanır, əcdadı Ukraynkadır. Bunlar Xalkov cüzələrdir. Gündəlik yumurta verən. Bunların belə satışı da olur sizdə? Bəli. Satışı neçə olur? Bunlar olur manat yarıma. Bunlar liderdir, bunlar olur 90 köpüyə. Yerli cüzələrimiz olurlar 50 köpüyə, çək cüzələri. Yerli 50 köpük, amma şeylər... Bunlar fabrikdən alınır yumurtaları. Halı yumurtalardır. Bunların yumurtası 1 manat 10 qəpiyə alınır. Alınır, vurulur bunlar. Bunlar gündəlik xeyir verən, gündəlik yumurta verən sortlar. Yumurta aktivliyi çoxdur bunların. Bunlar Xarkov'da əziz tamaşaçılar. Xarkov cüzələri 1 manat 50 qəpiyə satılır, amma yerli cüzələr 50 qəpiyə. Yəni bunlar indi o deməkdir, qiymət qoyulmur, yəni razılaşma yolları ilə də olur. Aşağısı yuxarısı olur. Olur, bəli. Amma əslində bunlar
zakassi, mı qoyublar bunlar. Bunlar çox güzələrdir. Bunların hamısının baş hissəsində qaşqalığı ilə bilindirir, yəni bunlar növdürlər. Oldu, xeyirli uğurlu olsun müəssisəniz. Qonağımız da ola bilər. Çox sağ olun. Əsas odur ki, bugünkü gün burada istehsal var. Bəli, var. Hə. Bir növ demək olar ki, Sığırlı kəndi həqiqətən də zəhmətkeş kənddir. Sığırlı kəndi 10 mindən çox əhalisi var. Kənd təsərrüfatı bizim kəndimizdə yaxşı inkişaf edir. Mən özüm fermer təsərrüfatı rəhbəriyəm, həm də maldarlıqla məşğulam. Yəni, bu quşçuluğu 30 ildir fəaliyyətdədir. Sağ olsun hökumətimiz də hər bir şərait yaradır. Biz də, əhalimiz bura quşlu yumurtanı vururlar, aparıb saxlayırlar, sonra bizim pulumuzu verirlər. Biz həmin gün demirik bizim pulumuzu. Bu da o demək ki, quşçuluq Sığırlı kəndində inkişaf edir. İnkişaf yaxşıdır. Xeyirli olsun, çox sağ olun. Sağ ol. Sağ ol. O savçılığı yemiş qarpızla. Bu da o demək ki, torpağımız məhsuldar torpaqlardır. Biz heç vaxt dövlətdən gəlir ummamışıq. Dövlətə də narazı, ona görə həmişə dövləti müdafiə eləmişik. Həmişə dövlət hansı yolla deyirsə, o dövlətə, onu da dövlətə də dövləti olmayan xalq olmaz, kənd olmaz, ailə olmaz. Biz dövləti həmişə müdafiə edən bir xalq. Özümüzün zəhmətimizlə dolan insanlarıq. İşləyənimiz var, həkimlərimiz çoxdur, xaricdə də var, Türkiyədə də var, Almaniyada da var. Zamanlarımız, yəni orada gedib təcrübə toplamağa qaydacaqlar hamısı Azərbaycana. Mənim qardaşım oğlu, həm yoldaşı, həm özü, xalam nəvəsi, xalam oğlu, bacım, qardaşım nəvəsi, hamısı həkimdirlər. Həm yoldaşları, həm özləri. Bir də Türkiyədə də var, Almaniyada 1-2-5 il, 3 il oxuyur, magistraturanı orada oxuyurlar da. Vətənə qayıdırlar sonradan. Mütləq. Biz sığırı hara götürsək bu sığırıya gəlməliyik. Birlik olub bu kənddə. Bəli. Onun nə ilə əlaqədardır? Sizin kənddə belə bir olmaq, sözsüz bir yerdə olmaq. Düzgün yol getməsinlə, düzgün nəsihət verməsiylə, ağsaqqallarımıza bir-birinə hörmət olmaz. Uşaq nəyi görür? Valideyni nə yolla gedirsə, necə gedirsə, valideyni atasına, anasına, qardaşına, bacısına, qonşusuna necə hörmət saxlayırsa, o böyüyəndə də öz qonşusuna, atasına, anasına, qonşusuna elə hörmət saxlayır. O bizim ağsaqqallarımızın qoyduğu yolla getməkdir. O ağsaqqallarımıza o minnətdarlığımız, o yolları götürür. Ağsaqqallarımız həmişə ağsaqqal kimi özünü aparır. Başqa cür yox. İndi necədir? İndiki ağsaqqallar necədir? İndi də yaxşıdır. Həmin yolla da gedirlər. Həmin deyil. Ağsaqqala bizdə hörmət başqadır. Deməli, ağsaqqal nə deyib olub da kənddə? O olmalı, bəli. Əvvəllər deyirlər ki, kənddə bir münaqişə olanda ailələr arasında onu ağsaqqallar yoluna Mən televiziyada çox baxıram. Özüm mən əsas o xəbərlərə, idman proqramlarına da baxıram. Gəzəyə də arada baxıram. Bəzi deyir ki, ata deyir ki, elə deyir. Amma deyirəm, mən 9 qardaş, 5 bacı olmuşum. Qardaşımın biri mən şəhiddir, Şuşa döyüşlərində şəhid olub. 92-ci 8 mayda şəhid olub Şuşanın müdafiəsində. Biz atamız, anamıza deyməzdik ki, bu qızla evləndik. Atam, anam nə məsləhət eləyirsə, özündən də soruşurdu. Mən o qədər ki, o məsləhət eləyirsə evlənirdik. Görürəm ki, o gün, bu günlər, mən 66 yaşım var. Məsləhətlə kim gedibsə, onun gözəl ailəsi olub, gözəl evladları olub. Valideynin xeyir duası ilə. Yəni, valideyni biz həmişə eşitmişik, ağsaqqalımızı həmişə eşitmişik. O, evliliyi uzun ömürlü olur da. Ağsaqqal məsləhəti həmişə xoşbəxt ailəyə səbəb olur. Ağsaqqalını eşitməyən, ağsaqqalını sayməyən, ağsaqqalına hörmət edilməyən heç vaxt xoşbəxt ailə ola bilməz. Mən inanmıram ola bilər. Nə də görməmişəm 66 yaşımda. Olub bəzən adamlar görmüşəm ki, o elə bir xoşbəxt ailə olmayıb. Çünki bura bir böyük ormandır, türk dilində deyək də. Ormanın aslanı ilə, canavarı ilə, pələnci ilə yanaşında çaqqalı tülküsü də olur içində. Çünki ormanda axı. Bu çaqqal tülkü və ağsaqqal eşitməyəndə o xoşbəxt olmayıb. Qəbristanlığın ərazisində yerləşir. Bəli. Həmin dediyimiz pilləkənlər də budur. Pilləkənlər vasitəsilə düşürlər. Bəli. Cəmaət hərə öz. Deməli, qazalist gələndə arxasını verir, bəli, arxasını yaxınlaşır verir, oradan düşürlər, gəlir yaxınlaşırlar da. Burada da oturmaq üçün kimsə iş görürsə, məsəl üçün gəlib burada istirahət eləyir.
Şərait yaradılıb burada. Şərait yaradılıb, bəli. Kifayət qədər də böyükdür. Böyük. Bu da Allah rəhmət eləsin bizim şəhidlərimizdir. Bəli, şəhidlərimiz. Sığırı kəndinin şəhidləridir. Bəli. Burada əsasən 1-ci Qarabağ müharibəsi şəhidləridir. Bəli, 1-ci Qarabağ müharibəsi. Və 2-ci Qarabağ müharibəsi şəhidləri. Ardıcıllığı var. Bəli. Bütün şəhidlərin, Sığır kəndi şəhidlərinin şəkilləri buradadır. Buradan bu qədər şəhidin olmağı deməkdir ki, həqiqətən də Sığır kəndi çox vətənpərvər kənddir. Vətənpərvər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Davam edək. Artıq günün sonuna gəlirik. Sığırı kəndində çəkişlərimizi yekunlaşdırırıq. Son dayanacağımız da bu Qaqaşın yanı oldu. Burada balıq tutdu. Bizə balığa baxdı. Həqiqətən də bu kənd çox maraqlı kənddir. Demək olar ki, Kürdəmirin ən böyük kəndidir. Burada 9000-ə yaxın əhali yaşayır. Kəndin də günü güzaranı yaxşıdır. Yolu var, suyu var. Ən əsası odur ki, mehriban qayıtkeş insanları var. Bölgə TV-ni izləyin, bizim kəndimizi izləyin. Bilmək olmaz, bizim kəndimiz bəlkə gələn həftə sizin kəndi oldu. Xudahafiz, sağ ol.